Toyota Prado J150 maşındır. Ölkəmizdə offroaddan çox şəhərdə sürülən daydayların əfsanəsi Pajero'nun qardaşı Toyota Prado'nun icmalını hazırlamağın vaxtı gəldi. Kanalda 2017-ci illə qədər istehsal edilmiş Prado'dan danışacağıq. Avtomobil 2009-2017-ci illər arasında istehsal edilmiş və 2013-də restyling edilmişdir. 2.7 və 4.0 benzin mühərrikləri geniş yayılmışdır. Dizel mühərriklər isə ölkəmizdə çox yayılmamışdır. Avtomobil öz offroad qabiliyyəti, geniş salonu, rahatlığı, öz funksionallığı və dözümlüyü ilə dünyada çox sevilir. Əgər offroaddan danışacaq olsaq, bu avtomobil ilk sıralardadır və maşında o yapma keyfiyyəti hiss edilir. Qısaca biz ona tank deyə bilərik. Avtomobil dözümlü olsa da müəyyən müddətdən sonra mühərriklər yağ yeyə bilir. 2.7 mühərrik zəif olduğu üçün çox gücə düşür. Həmçinin maşının dönmə bucağı zəifdir, bu da parkingdə problem yarada bilir. Həmçinin avtomobilin benzin sərfiyyatı çoxdur və ehtiyac hissələri baha ola bilir. Avtopilot Azərbaycan olaraq bizim bu rəyimiz 10 üzərindən 9-dur. Bunun üçün videolarını kanalı takip edib videonu bəyənməyi unutmayın. Təşəkkürlər.